Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistiyim. Bugünkü mövzumuz sırf psixoterapevtik bəzi qəbul edilən dərmanlar var. Məsələn, serotonin kimi olsun ki, hansı ki, gedirlər bir növ psixoloq olsun ya psixiatrist olsun, bəziləri var, dərman yazır buna. Bunun dərdi səri qalıb eləyəndə, at dərmanı unudasın. Kül sənin başına, unudan isə bura nəyə gəlir? Nəyə gəlir də? Geri belə aptekə gidib yazdırıq durda. Və nəticə etibarı ilə də dərinə düşülmüş və başıboş şəxs, əgər bu dərmanları atsan olursan, dərmanlar atılır və nəticə etibarı ilə o adətən serotonin kimi dərmanlarda ya olan hansı ki dərmanlar var, uydur beyni, narkotik kimi, adi morfin kimi. Və beyin şuur altı olaraq, daima olaraq yalandan təbəssüm, bir-biri nəyə gülür. Və sonda da 30 yaşına gəlir, 40 yaşına gəlir, 20-li çağları keçdi, getdi. İrəli yaş dövründən sonra da ancaq yalandan süni gülüş məqsəd planda yaddan çıxır. Çünki beyni uyuşdurur. Və sonradan da həyat tərzi düşür sıfıra. Və evlənib ailə quranda da kör kimi xəyanət qabağında da görmür. Halbuki çox qeyri-etik olsa da acı reallıqdır. Olursan sən peysər, qız da fahişə kimi kefində, beyni dərmanı uyuşdurur da hiss eləmirsən. Və sonradan da yaranır bir növ keylik və yaxud giclik əlamətləri. Və əksər insanlara hətta iş düşür bununla bağlı. İstər bu dərmanı yazan kimdirsən. Çünki bunu uyuşturmaqcı dərdi sərin dinləməlisən. Normalda satışda da bəlkə də qadağa ilə satılır. Sadəcə elə bir formatda ifadəni danışdırılır ki, sadəcə aqressiyanı güya yığışdırır. Bunun aqressiyası, bunun normal dəhlizləri var. Bu qədər. Çalışın hər şeyi dərindən maraqlanın, yoxsa sizin səhvinizə yaxud ziyanınıza olacaq. Və sonradan itən vaxt zamana görə günahkar düşünəcəksiniz. İtən zamanınızın yerinə. Seanslarımız da yəni və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyən şəxsi mesaj verməsi məlumat verə bilərlər.